Dünən gecə də mənə xəbər verdilər ki, Xalq Cəbhəsindən artıq ciddi tədbirlər görülür ki, Heydər Əliyev bu gecə nəyin bahasına olur olsun, məhv eləsin. Ancaq bu məni qorxutmur. Kim məni məhv eləmək istəyir, məhv eləsin. Mən xalqımın yolunda şəhid olmağa hazıram. Bəli, deputat istintaq komissiyası olubdur. Xocalı hadisəsi haqqında nə eləmişsiniz? Şuşanı əldən vermişsiniz, nə eləmişsiniz? Siz bu parlamentinin ən faal üzvlərindensiniz. Laçını əldən vermişsiniz, nə eləmişsiniz? Kəlbəcər kimi rayon əldən getdi. Onu müzakirə etmək əvəzinə siz dərhal fövqəladə vəziyyət yarattınız. Cəmaatın ağzını yıxdınız. Nə elədiniz? Bu gecə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçi bəy heç kəsə xəbər vermədən Bakını tərk edib. Əlaqə saxlaya bilməmişik. Prezident xəbərsiz Naxçıvana gedib və bu gün səhər mənə məlum olan xəbərlərə görə başqa dövlətlərə kömək üçün müraciət edib. Mənə elə gəlir ki, bu məsələnin bu yerə gəlib çatmağında bizim iqtidarda olanların, o cümlədən mənim özümün də səhvimiz böyükdür. Ona görə ki, biz idarə eləməyə başlayan gündən bu günə qədər demokratiyanı bir növ anarxiya ilə qarışdırıb heç kimin cəzasını vermədik. Mən bugün görürəm ki, prezident nəinki özünü, bütün xalqı, bütün bizim dövlətçiliyimizi elə bir gülünç bir vəziyyətə qoyubdur ki, onu təzədən bura qaytarmaq mən hesab edirəm, heç kəs bizə bağışlamayacaqdır.